Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Prezidentin təhlükəsizlik xidmətinə yeni rəis təyin olunub. Bu vəzifəyə Fərid Əsgərov təyin edilib. Əsgərov bu təyinatadək prezidentin təhlükəsizlik xidmətində rəisinin müavini idi. Yeni Sabah ASPTX-nin yeni rəisi Fərid Əsgərovla bağlı maraqlı faktları təqdim edir. Polkovnik Fərid Əsgərov Azərbaycan Milli Karat Federasiyasının sabiq vitse-prezidentidir. O, Paşa Holdingdə işlədiyi vaxtda 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karat Federasiyasının birinci vitse-prezidenti seçilib. Pizza Mizza Federasiyanın indiki IK Arenada yerləşən ofisində keçirilmiş səsvermə prosesində sabiq Gənclər və İdman Nazirinin müavini İsmail İsmailov, Nazirliyin sabiq İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karat Federasiyaları Asosiasiyasının prezidenti Ülvi Quliyev də iştirak edib. Əsgərovun əsas məqsədi Tokyo Olimpiyadasında debüt etməyə çalışan idman karatesinə maliyyə ayırmaq olub. O, 2023-cü ilədək bu vəzifədə çalışıb. Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.